Xəbəriniz oldu da bu Amerikada İlham Əliyevə qarşı aksiya edən Azərbaycanlılar ki var idi. Hamısı Rusiyanın agenti çıxdı deyərkən hökumət onların hamısını Rusiyanın agenti elan elədi. Bilirsiniz hansı fakt əsasında? Baxıblar ki bu adamlar burada aksiyada iştirak edenler nə vaxtsa Rusiya 10 dəfə, 15 dəfə, 20 dəfə səfər edir. Kifayət bu faktı götürüb deyiblər ki bunlar Rusiya agenti. Azərbaycanlıların yarıdan çoxu ora-bura səfər edir. İrana, Türkiyə, Rusiya. Bu adamlar hesablarını götürsünlər. Özlərin yaxşı aparsınlar. Yəni sizin pasportunuzda xarici ölkəyə səfərlə bağlı ştamp varsa özünüzü dinc aparın. İlham Əliyev sizi İrana, Turana, Rusiyaya, Avropaya agent kimi damğalaya bilər. Ya da gedin o pasport stolda və yaxud da sərhəd xidmətində adam tapın, o danlaları oradan sildirin. İşimiz çətindir. Bax belə bombalı hökumətə düçar olmuşuq.